Hamınıza salam dostlar, mən Elcan. Bu günlərim sizlərlə bir yerdə çox dəlisol bir dənə video ilə qarşınızdayım. Bugünkü konseptimiz dostlar, başlıqdan da gördüyünüz kimi bir qutu proteini bir dəfəyə içmək. Bunu deməli bir dənə xarici bir dənə qaqaşımız var. Qaqaşımızı özür mənimsədim. Xarici bir dənə qaqaş var. Bu götürür bir qutu proteini, bilmirəm indi V-dir, BCA-dır və s. Bir qutu proteini hazırlayır və bir dəfə içir. Onu içəndən sonra nə baş verəcək, necə olacaq, yəni əldən ayaqdan düşəcəkmi və yaxud da ki siz dediyiniz kimi protein içən kimi şişmə teması var ha. Eğləntisində bir şey olacaqmı? Onu da bir yerdə izləyib, bir yerdə görəcəyik. Çox insan fikirləşir ki, protein ziyanlıdır, protein adamı şişirdir. İlaxır, yəni belə şeylər fikirləşirlər. Yəni səhv fikirləşir, bəri başdan deyim, yəni mənim fikrimcə səhv fikirləşirlər. Yəni siz nə düşünürsünüz? Yəni sizin fikriniz də ziyanlıdır, yoxsa ziyanlı deyil? Bunu da zəhmət olmasa yorumlarda bildirin mənə. Və videomuza da keçmədən əvvəl zəhmət olmasa aşağıdan abunə olmağı və videomuza like atmağı və fikirlərinizi də yorumlarda bildirməyi unutmayın. İndi isə keçək videomuza. Nə çalışacaq? Başladı. Dostlar, 2 saniyəlik videonu dayandırıram. Bilirsiniz ki, hədəfimiz 10.000 abunəyə çatmaqdır və onun üçün də hər birinizdən bir dənə xahişim var. Aşağıdan abunə olmağı və videomuza like atmağı unutmayın. İndi isə videoya davam edək. Bunda mədə deyil konkret. Bu mədəsi yoxdur. 3-cü qutarı 4-ə keçdi. 30 saniyə keçə tələsıdır. 4-cü qutarı. Görün, bir dəqiqə neçə stəkan çəkək. Stəkanlar da özü də balaca da deyil. Konkret yəni kola stəkanları olur yekə. Onlardan da özü də görsün videoda. 6 dənəsi 7-50 saniyə. Mədəsi şey oldu, doluşdu. Bir dəqiqə hazırda 7 dənəsini çıxdı. Hələ yarısı qalıbdır. Уже nəfəs ala bilmir. 10 dənəsi də belə getdi. 11. Oh, you're missing 2 minutes. Really? Yep. Promo mikser götürüb başına çəkir. 2 minutes. 2 dəqiqə 5 saniyə. 2 dəqiqə. 2 dəqiqə 5 saniyəyə bu insan bir qutu proteinin hamısını içir. 2 dəqiqəyə də yoxdur da, heç olsa mən dedim ki, indi elə fikirləşdim ki, bu bir qutu protein içəcək, neçə saata qutarır da, çünki bunun həzm eləməsi var da, başa düşdünüz necə? Bu insan götürür, limit qoyurdu, 2 dəqiqə ərzində bir qutu proteinin hamısını içirdi. Yəni bu başqa bir səviyyədir. Plus ki, videodan sonra, indi videonu çəkişdəyik qaqaş, videodan sonra ayaq yolunda Türkün məsələyindən mücadilə verəcək, Allah bilir də. İndi görək, bundan sonra nə olur? This is harder than a food challenge. No, it's not that. It's just fast, man. Yəni, özünüz də gördünüz ki, uşaqlar, düzdür, qarnı kökdür, yəni normaldır onda kökməyi. Yəni, dostlar, indi sizə əsas məqsədim nədir? Yəni, indi çox adam fikirləşir ki, misal protein ziyanlıdır. Amma yəni, səhv fikirləşirlər. Onun da səbəbini deyim ki, biz alicə, misal üçün, yemək yerik, yeməyin özündə də protein var. Yəni, biz özümüzlə o səhv fikirdə olanlar, fərqində olmadan belə yəni, gündəlik proteinlərini qəbul edirlər. Yəni, yedikləri qidalardan. Fikirləşənlər var ki, misal üçün, protein içir, misal üçün, bu sırf onunla şirdifdir də. Yəni, o boş söhbətdir. Baxın, misal üçün, yumurtadır, ətdir, ondan sonra gündəlik yediyimiz qidalardır. Bunların hamısının tərkibində protein var. Yəni, siz təkcə protein tozdur da, düzdür, onu içib, evdə otursa zəyğin üstə qoyub, yəni, heç bir nəticə əldə edə bilməyəsiniz. Çünki onu istifadə edirsinizsə, yəni, onunla yanaşı məşq də eləməlisiniz ki, nəticə əldə edə biləsiniz də. Yəni, mənim heç özümdə indi fikirləşmirəm ki, yəni, indinin özündə düzdür, buna əvvəl çox belə deyirdilər, ay nə bilim, protein istifadə edən belədir, elədir. Bilirsiniz necə, misal üçün, məşq edirsən, sənə qayıdıb sual verir ki, sən proteindən istifadə edirsən. İstifadə edən belə deyir ki, istifadə eləmir. Nə üçün? Çünki bu qədər əziyyət çəkib məşq eləyibdir, o əziyyətini yerə vurmuş olurdu, yəni bunu deməklə. Şimdi yəqin ki, başa düşdünüz də yəni demək istəyirəm. Mən fikirləşmirəm ki, yəni indinin özündə də durub belə şeylər desinlər də, yəni protein ziyan olduğu vaxtına yəni nəsə desinlər. Yəni belə dostlar,
Yəni heç kimin əziyyətini yerə vurmaq həqiqətən lazım deyil. Çünki o insan əziyyət çəkir. Nələrdənsə belə deyim də, türkün məsələ indi deyim, vaz keçir ki, nəyəsə nail olsun. Yəni əziyyətini heç kimin yerə vurmaq olmaz. Və dostlar, videomuz bu qədər idi. Ümidvaram ki, videonu bəyənmisiniz. Əgər bəyəndinizsə aşağıdan zəhmət olmasa like atmağı və kanalımıza abunə olmağı unutmayın. Bunu artıq dərəcədə hər birinizdən xahiş edirəm. Bir sonraki videolarda görüşəndək özünüzdən müayət olun. Bay bay.